Dostlar, videoya başlamamışdan əvvəl xatırlatmaq istəyirəm ki, mənim videom sadəcə olaraq informativ xarakter daşıyır və heç bir halda sizi hansısa bir platformaya yatırım etməyə və yaxud hansısa bir kartdan və yaxud xidmətdən istifadə etməyə çağırış deyil. Sadəcə olaraq informasiyadır və bu informasiyanı necə istifadə edəcəyiniz artıq sizin öz şəxsi seçiminizdir. Salam əməkdaş dostlar, bu günlərə baxacağıq görək milyon vasitəsilə Reason kartla biz hansısa bir kommunal ödəniş eləyə bilirik yoxsa yox. Kommunal ödəməyəcəm mən təbii ki, biraz balansam az olduğuna görə. Mobil operatoru, yəni kontur yükləməyi probelə Normobile seçirəm burada və burada gəlirik, qalır hər şey 070 ilə və bura nömrəni daxil edirəm. Və irəli, yəni davam düyməsini vururam. Belə ki, nömrə zad hər şey okey olduğuna görə burada Visa seçirik, çünki Reason kartlar Visa sistemində işləyir, Visa Platinumdur. Və bir AZN daxil edirəm, irəli düyməsini vururam. Daha sonra bizi belə bir səhifəyə yönəldir. Aplatiti kartı, kartdan ödəniş elə. Kartın nömrəsini istəyir burada. Gəlin indi kartın nömrəsini burada daxilləyək. Təbii ki, mən burada details vurub kart məlumatlarını götürəcəm və təbii ki, mənim kart məlumatlarım blurlu olacaq. Ona görə də siz onu görməyə bilərsiniz. Amma ümumən başa düşəcəksiniz. Kopya edirəm, məlumatları daxil edirəm. 06:30 bitmə tarixi və CVV-ni də daxil edirik. Beləliklə CV-ni daxil etdikdən sonra bunu düyməni qoymuruq bura. Aplatit, yəni ödəniş elə. İndi mən də burada rusca açıldı sayt, bilməm niyəsə. Və email ilə, məktub bizə email ilə gəlsin. Emailimiza baxırıq. Görək emailimiza məktub gələcəkmi? Bəli, milyonla emailimiza məktub gəldi. Götürürük və daxil edirik bura. Submit, yəni submit düyməsini vurub təsdiq edirik. Və bundan sonra bizdə artıq ödəniş baş verdi. Həqiqətən də biz öz telefonumuza kontur yükləyə bilirik. Nəzərə saldım, əgər biz kontur yükləyə biliriksə, burada da təbii ki, çıxılan məbləğdə yazır. Nə deyil, point zat hamısı. Əgər biz kontur yükləyə bildiksə, demək ki, digər ödənişləri də eləyə bilərik və təbii ki, siz bundan istifadə edib faydalana bilərsiniz. Belə dostlar, ümid edirəm video xoşunuza gəldi. Mütləq şəkildə videonu like eləməyi unutmayın. Öz fikirlərinizi də həmçinin yazın. Həmçinin yazın görə Ryzen kartdan istifadə etdinizmi? Hansı istiqamətlərdə sizə Ryzen kart daha faydalı oldu? Bu haqda deməli yaza bilərsiniz. Milyonda isə həmçinin də biz digər ödəniş növlərinə də baxa bilərik. Burada baxın, ödəniş növləri çoxdur. Mən daha öncə Smart Pay demişdim, amma Smart Pay ilə deyəsən bir çoxlarınızın problemi oldu. Ona görə də yəni alındıra bilmədiniz orada. Bəzi xidmətləri tapa bilmədiniz orada. Ona görə də dediniz ki, bizə daha başqa bir şey lazımdır. Burada bank xidmətlərində biz kredit ödəyə bilirikmi? Yəqin ki, kredit də ödəyə bilirik. Və bunu da kimdə əgər kredit borcu varsa yoxlaya bilər həmçinin. Kredit ödəməyi, digər burada hansısa bir istiqamətlər varmı? Başqa banklar var burada. Əsasən kredit ödənişləridir. Bəli, milyon vasitəsilə əsasən kredit ödənişləri eləmək olur. Elektron pul küçəsində maalesef M10 yoxdur. Yığım falan var, VIP Life var hansısa. Çatdırılma xidmətləri, sığorta, həmçinin ödəyə bilərik, elanlar, ödəmə kartları, baxaq ki, ödəmə kartları nədir? Portal.com, SMS radar. SMS radarı ödəyə bilirikmi? Bununla bilmirəm mən. Baxaq, bir dənə yoxlayaq. Mən öz şəxsi SMS radar daxil edirəm nömrəmi. Davam düyməsini vururuq. Visa məbləğ 1 AZN. Yoxlayacağıq, bunu da təbii ki, biləcəyik. Görə əgər başqa xidmətlər ödəyə bilirikmi? Bu haqda bizim məlumatımız olsun. Kart məlumatlarını indi atacam bura. Reason kartımızı götürdük, atırıq bura. 06:30 və CV kodunu da daxil edirik. Və aplatit, yəni ödəniş et düyməsini vururuq və baxaq görək olacaqmı? E-mail ilə vururuq. Emailimize məktub gələcək, gəlsin, bəli, gəldi milyonla, dərhal gəlir, milyon həqiqətən də çox operativ işləyir, yaxşı işləyir. Ümid edirəm ki, belə də davam eləyər və ödənişi təsdiq eləyək, baxaq görək, SMS radarı biz ödəyə bilirikmi? Bilməm, beləsə ağ ekran oldu burada, nə baş verdi? Yox, bu üzrə ödəniş eləyə bilmədik, səbəb bilmədim niyə, bir də yoxlayacam, balansımda hələ ki $1 var, bir də yoxlayacam, bəli, aplatit kartı, ödənişi bir daha yoxlayaq. Ola bilər ki, müəyyən ödənişlər ödəmək olur, amma müəyyən ödənişləri eləmək olmur nədənsə. Çox maraqlı bir hadisədir. Yəni, biz eyni sistemin içində iki fərqli yeri ödəyə bilmirik və bu bizim ödəniş sistemlərində olan özəlliklərdən biridir yəqin. Baxaq, burada biz olmadı. Reason'da da həmçinin yazdı mənə. Qoy, baxın, bəlkə də Reason'da balans bitib. Bunu dəqiqləşdirək, qoy. Niyə görə? Yox, bizdə balans əslində var. Yəni, hal-hazırda baxın, $1 var. Və alınmadı. Həqiqətən də alınmadı və bunun səbəbi bilməm nədir. Mənə Reason'dan da məlumat gəldi ki, ödəniş eləmək alınmır. Bilmirəm səbəb nədir.
Səbəb bilmirəm, yəqin ki, bu ödəniş sistemin özəlliyidir. Və təbii ki, burada yoxlaya bilərsiniz hansı sistemlər işlədi, rəy halında videonun altında yazın və Reason kartdan yoxlaya bilərsiniz. Azərbaycan kartından bunlar hamısı işləyir. Reasondan da yoxlaya bilərsiniz.